Backgammon's the oldest game in the world. Two players, two sides. One is light, one is dark. Əzəldən bəri mövcud olan iki qüvvə, bir mübarizə. Bir tərəfdə işıq və nizam, əks tərəfdə qaranlıq və xaos. Zərdüştlüyün özünə məxsus bu dualist dünya görüşü Yəhudilik, Xristianlıq və İslam kimi İbrahimi dinlərlə yanaşı qədim Yunan fəlsəfəsinə də dərindən təsir etmişdi. Bəs zərdüştlük nədir? Zərdüştlüyün mərkəzindəki inanclar, təlimlər və ayinlər nələrdən ibarətdir? Zərdüştlük üçün özündə vəhiy əks etdirən ən qədim din deyə bilərik. Yaranma tarixi qeyri-müəyyən olsa belə, dinin qurucusu olan Zərdüştün eramızdan əvvəl 1700 ilə 1500-cü illər arasında yaşadığı təxmin edilir. Əgər doğrudan da Zərdüşt bu tarixlərdə yaşayıbsa, onda Zərdüştlüyün yaranmağı ilə Əhəmənilər tərəfindən ilk dəfə rəsmi dövlət dini olmaq arasında nə az nə çox düz 8 ilə 10 əsr fərq var. Zərdüştlüyün kökündə hələ eramızdan əvvəl 3-cü ilə 4-cü minilliklərdə meydana çıxan proto-Hind-İran dinləri dayanır. Avestanın ən qədim hissələri olan qatalardan gördüyümüz qədərilə, Zərdüşt öz dövründə mövcud olan dinin keşişi idi. Zərdüştün doğulduğu yerlə bağlı əsasən şimal-şərqi İran və ya cənub-qərbi Əfqanistan əraziləri göstərilir. Ənənəyə görə Zərdüştün yaşadığı və ona vəhyin gəldiyi məkan İranlıların və ya başqa sözlə Arilərin yurdu sayılan Ayryanem Vayecah adlanır. Müasir alimlərin bir çoxu buranın indiki Xarəzm bölgəsi olduğunu iddia etsə də, bunu müəyyənləşdirmək əlbəttə ki, qeyri-müəyyəndir. Dövründə baş verən şiddətlərə və qarətlərə şahidlik edən Zərdüşt, ədalət və həqiqət axtarışına erkən yaşlarından başlamışdı. Zərdüşt erkən İranlıların inandığı tanrıları inkar edir, heyvan qurbanları və halüsinasiya yaradan bitkilərin hədsiz istifadəsinə qarşı idi. Ənənəyə görə Zərdüşt 30 yaşı olanda yaz bayramında bir mərasim üçün çaydan su gətirməyə gedərkən, elə məhz həmin çayda Vohumanah adlı varlıq ona özünü göstərmiş və onu Ahura Mazdanın hüzuruna aparmışdı. Məhz bu hadisədən sonra Zərdüşt öz missiyasına başlayaraq həmyerlilərinə bu yeni dini yaymağı hədəfləmişdi. Bəs Zərdüştlüyün ehkamları nələrdir? İlk başda onu qeyd edək ki, biz Zərdüşt peyğəmbərə görə bu dinə Zərdüştlük desək belə, Zərdüştlər öz dinini Mazdayasna, yəni Mazdaya ibadət olaraq adlandırır. Ahura Mazda və ya dilimizdə bilinən adı ilə Hörmüzd, Zərdüştlükdən əvvəl də qədim İranlılar tərəfindən ibadət edilən tanrılardan biri idi. Ancaq Zərdüşt vəhiy aldıqdan sonra onun tək tanrı olduğunu iddia edir və var olan yaxşı şeylərin yaradıcısının məhz Mazda olduğunu irəli sürür. Mazda sözü müdriklik, hikmət mənasını, Ahura isə ümumi mənada tanrı mənasını verir. Ahuralar qədim Hind-İran dinlərindən götürülmüşdü və bunlar hər kəsin hörmət etməli olduğu tanrılar sinfi idi. Eyni zamanda qatalarda Dayeva deyilən tanrılar da mövcud idi. Amma bunlar Ahuralardan fərqli olaraq inkar edilməli tanrılar idi. Maraqlısı bundadır ki, nağıllardakı mənfi personaj olan və dilimizdə hələ də istifadə etdiyimiz div elə məhz Dayevaların mifə çevrilmiş formasıdır. Hətta Dayeva sözü ilə Latın dilində tanrı mənasını verən Deus, eləcə də Yunan panteonunun baş tanrısı olan Zevsin adı etimoloji olaraq eyni kökdən gəlir. Hörmüzd hər şeyin yaradıcısı olan tək tanrıdır. Zərdüşt inancına görə Hörmüzd yaradılmamış, hər şeyə qadir, hər şeyi bilən və xeyirxah tanrıdır. O, hər şeyi sonsuz işıqdan yaratmış, doğrunu, yaxşılığı və işığı təmsil edən tanrıdır. Mənə görə Zərdüştlüyü bəzi digər dinlərin qarşılaşdığı vacib fəlsəfi problem olan pislik problemindən xilas edən məqam, Hörmüzdün hər şeyin yaradıcısı olmağına baxmayaraq, öz əksi olan Əhrimanı yaratmış olmamağıdır. Əhriman tam əksinə kainatdakı qaranlığı, fırıldağı və bütün pislikləri yaradaraq Hörmüzdün yaradılışını yox etməyə çalışırdı. Onun hədəfi insanları yoldan çıxararaq pislik eləmələrinə düçar etməkdir. Bu səbəbdən də xeyirxah olan Hörmüzd insanların başına gələn pisliklərə görə cavabdeh ola bilməz. Bu minvalda Zərdüşt inancının mərkəzindəki ən önəmli konsept Aşa və ya Artadır. Avesta dilindən birbaşa tərcümə eləmək çətin olsa da, Aşa müsbət anlayışları özündə birləşdirən ifadədir. Məsələn, Aşa yaxşılıq, həqiqət, nizam, mövcud olma və ədalət kimi anlayışları ifadə edir. Bir sözlə, Aşa Hörmüzdün qoyduğu yol olduğundan kainatı idarə edən əsas qanun idi. Amma Hörmüzdün tam əksi olan Əhriman mövcud olduğu kimi, Aşanın tam əksi isə Duruj adlanan məhfumdur. Duruj da təbii olaraq yalan,
yox etmə və dağıtma kimi keyfiyyətləri ifadə edən bir prinsipdir. Ona görə də Zərdüştlüyə görə biz insanlar işıqla qaranlığın bu mübarizəsində mühüm rol oynayırıq. Zərdüştə görə insanlar Aşanın 3 bünövrəsi olan yaxşı düşüncə, yaxşı söz və yaxşı əməlləri həyata keçirərək Drujun nizamı pozmağının qarşısını ala bilər. Ona görə də Zərdüştlükdə tale və qismət kimi anlayışlar yerinə iradə azadlığı mühüm rol oynayır və biz yaxşılıq etməyi seçərək Aşanın daim hökm sürməyini təmin etməyə kömək etmiş olarıq. Burada qısaca bir haşiyə çıxmalıyam. Zərdüştlüyün dualist və ya monoteist olub-olmamağı daim müzakirə və mübahisə edilmiş mövzudur. Bir sıra alim Zərdüştlüyü dualist olaraq şərh etdiyi halda onun monoteist olduğunu iddia edənlər də az olmamışdı. Misal olaraq, tam olaraq necə yaranmağı məlum olmasa belə, Zərdüştlükdən ayrılan Zərvanizm adlı cərəyanda həm Hörmüzd, həm də Əhriman Zərvan adlı varlıqdan yaranır. Zərvan Avesta dilində zaman deməkdir və Zərvan da bu səbəbdən sonsuz zamanın və məkanın tanrısıdır. Amma buna baxmayaraq, Zərdüştlüyü digər dünyəvi dinlərdən ayıran nadir xüsusiyyət onun kozmogonik olaraq dualist olmağı, amma axirət anlayışı etibarilə monoteist olmağıdır. Zərdüştçülüyün mərkəzindəki zaman anlayışı çox önəmlidir. Tam dərinə getmədən qısaca desək, Zərdüştlükdə 2 cür zaman anlayışı var. Sonsuz zaman və sonlu zaman. Həm Hörmüzd, həm də Əhriman bu sonsuz zamanda mövcuddur. Amma orada heç bir şey baş verə bilmədiyindən nə Hörmüzd Əhrimana, nə də Əhriman Hörmüzdə qalib gələ bilər. Bu səbəbdən Hörmüzd Əhrimana sonlu zaman çərçivəsində döyüşməyi təklif edir. Hörmüzdən fərqli olaraq Əhriman hər şeyi bilən tanrı olmadığına görə bununla razılaşır və Hörmüzd bu sonlu zamanda Əhrimanı məğlub edə biləcəyini də bilir. Amma burada bir nüans var ki, digər dünyəvi dinlərdən fərqli olaraq Hörmüzd hər şeyi bilən tanrı olduğu halda gələcəkdə baş verəcək hər xırdalığı və ya hər hadisənin necə cərəyan edəcəyini bilmir. Çünki Zərdüştlükdə qismət anlayışı yoxdur və pislik üzərində qələbə əvvəl qeyd elədiyimiz kimi insanların kollektiv azad iradəsi ilə mümkün ola bilər. Ona görə də Zərdüşt hər nə qədər Hörmüzdün sonda qalib gələcəyini təxmin etsə belə, bu əvvəlcədən müəyyən edilmiş bir hadisə deyil. Əhriman üzərində qazanılan qələbədən də sonra sonlu dünya və zaman bitəcək və yenidən sonsuz zamana qayıdılacaq. Beləcə də Hörmüzdün ən sonda mövcud olan tək tanrı olmağı ilə birlikdə Zərdüştlükdə dualizmin monoteizmə çevrilmiş olduğunu görürük. Bilinenin tam əksinə Zərdüştlər heç də atəşə ibadət etmirdilər. Sadəcə olaraq atəş saflığı və işığı təmsil etdiyinə görə Hörmüzdün və Aşanın simvolu sayılırdı. Maraqlısı budur ki, Zərdüştün öz vaxtında bizdəki atəşgah tərzində atəş məbədləri yox idi. Zərdüştlüklə bağlı ən görkəmli alimlərdən biri olan Mary Boyce öz məqaləsində deyir ki, eramızdan əvvəl 4-cü əsrlərdə İranda pir kultu yaranmışdı və bu kulta rəqib olaraq Zərdüştlər atəş məbədi kultunu yaratmışdı. Ona görə də Parfiya dövründən əvvəl atəş məbədlərinin olmağının elə də çox qalığı yoxdur. Bəs Zərdüştlər ölümdən sonra nəyə inanır? Zərdüşt inancına görə insanlar öləndən sonra mühakimə edilmək üçün eyni İslamdakı Sirat körpüsünə oxşar bir formada Çinvat körpüsündən keçməlidir. Həyatda yaxşı ilə pis arasında verdikləri qərarlara əsasən onların ruhları 3 ünvandan birinə gedəcək. Aşaları daha çox olanlar körpüyü tam keçərək cənnət deyə biləcəyimiz mahnılar evinə, durucuları daha çox olanlar körpüdən aşağı düşərək yalanlar evinə, yaxşılıqla pislik sayı tam bərabər olanlar isə Hamistaqan adlanan yerə gedəcəkdir. Zərdüştlükdə ölüm Əhrimanla əlaqələndirildiyi üçün insan öləndə ruhu bədəni tərk etdikdən sonra bədəni elə formada yox etmək lazımdır ki, atəş, su və torpaq kimi təbii elementləri korlamasın. Bu səbəbdən də Zərdüştlərdə cəsədi bastırmaq və ya yandırmaq kimi adətlər olmadığından ölülər daxma və ya sükut qüllələrində uzadılırdı. Beləcə, bədənləri saatlar içində leş yeyən quşlar tərəfindən parçalanır, sümükləri isə zaman içində günəş tərəfindən əridilərək toza dönürdü. Zərdüştlərin Frashokereti adlandırdığı qiyamət günü inancında yaxşılıq və pislik arasında davam edən mübarizənin sonlarında pislik son hücuma keçəcək, günəş və ayı qaranlıq bürüyəcək, insanlığın ailəyə, dinə və böyüklərə olan hörməti yox olacaq, Əhrimanın tabeçiliyindəki Azidə Hakə azad olub dünyanı məhv etməyə çalışacaq. Amma ən sonda Məsih tərzində bir fiqur olan Sauşyant doğulacaq, bütün ölüləri son mühakimə üçün dirildəcək. Ən sonda uzun mübarizədən sonra yaxşılıq və işıq qaranlıq üzərində qələbə qazanacaq. İlahilər dünyadakı metalları əridəcək və dünyada metaldan ibarət çay əmələ gələcək. Yaxşı insanlar yanmadan bu çaydan sağ çıxa biləcəyi halda, yaxşı olmayanlar yanaraq günahlarını təmizləyəcək və saflaşacaqlar. Sauşyant və Hörmüzd
sonuncu dəfə öküz qurban edəcək və bütün insanlar ölümsüz olacaq. Elə bu danışdıqlarımdan İbrahimi dinlərlə Zərdüştlük arasındakı paralelləri də görmək mümkündür. Sırasıyla Əhəmənilər, Parfiya və Sasani imperiyalarının rəsmi dini olan bu qədim inanc sistemi Sasanilərin ərəblərə məğlubiyyətindən sonra İranda İslam dininin yayılmağa başlamağı ilə əvvəlki qüdrətini itirəcəkdi. Zərdüştlərə ilk başlarda vergilərini ödədikləri və qanunlara riayət elədikləri halda sərbəst dinlərinə ibadət etməyə icazə verilsə belə, əfsuslar olsun ki, zaman içində, xüsusilə də Abbasilər dövründə Zərdüştlər təqiblərə və ayrıseçkiliklərə məruz qalır. Buna görə də artıq 10-cu əsrdə içində Freddie Mercury'nin də əcdadları olan bir qrup Zərdüşt İran coğrafiyasını tərk edərək Hindistana köç edir. Rəvayətə görə onlar Hindistana gələndə gəldikləri yerin hakimi onlara ağzına kimi südlə dolu bir qabı göstərərək bölgədə qaçqınlar üçün yer olmadığını eyham vuranda Zərdüştlərdən biri südə şəkər qataraq hindilərin içində əriyərək onlara qarışacağını və hətta həyatlarını şirin edəcəklərinin sözünü verir. Bu insanlar İrandan köç etdiyi üçün Hindistanda hələ də Parsi olaraq adlandırılırlar və təxminlərə görə hal-hazırda dünyada Zərdüşt dininə sitayiş edən 100 ilə 200 min arası insan var və bunlar da əsasən Hindistan və İranda yaşayır.